Beşinci. Beşinci düzbucaqlı üçbucağın daxilində YFKD kvadratı çəkilib. Deməli bu kvadratdır. Buralara 90 atacağım. Kvadratdır və bunun tərəfləri nə olacaq? Eyni olacaq. Kvadratın tərəfləri eynidir axı. İndi yadınızda saxlayın. Bir fiqurlarda, yəni bir fiqurun içində 1 və 1-dən çox 90 dərəcə olanda, ən azı 2 90 dərəcə olanda orada oxşarlıq gizlənir. Və o əlaqədə alfa beta əlaqəsi deyirik, oxşarlığı qururuq. Yəni, tutaq ki, bax, bu bucağa alfa desəm, bu bucağa beta desəm, bu ikisinin cəmi neçə dərəcə idi? 90 dərəcə idi. Onda axı burada 90'dır. Çünki 90 qonşusu 90'dır. Onda alfa ilə kimi toplayanda 90 eləyir betanı. Onda burada da 90 var. Beta ilə kimi toplayanda 90 eləyir alfanı. Əslində sualı həll etdik. Hələ buradan da qurmaq olar. Bax, bura 180 dərəcədə axı. Bura alfa qalır. Eynən də bura nə qalır? Beta qalır. Hələ bu da ondan oxşar olur. Deməli 3 dənə üçbucağız elə burada əslində 4 dənə üçbucağız bir-birindən oxşar olur. Biz bundan istifadə edəcəyik. Bax, bu üçbucaq bu üçbucağla oxşardır. İndi bunlar kongruent deyil. Kongruent nə idi? Eyni. K'sı 1 olan. Yəni oxşarlıq əmsalı 1 olana kongruent deyirdik. Bu 1 deyil. Bu ikisi oxşardır. Oxşarlığı da necə yazırdıq? Bucaqlar eynidirsə oxşarlığı həm bundan istifadə edə bilirdik. Baxın 3 bucaq. 3 bucaq A, F, Y. Oxşardır 3 bucaq. A'da alfa vardı. Burada alfa D'dədir görürsünüz. Sonra F'də 90 vardı. Burada 90 K'dadır. Görürsünüz. Və nə qaldı? B qaldı. İndi başlayırdınız nisbət yazmağa. Məsələn, ilk ikisi AF-dir. Burada ilk ikisinə, DK-ya. Sonra bizə lazımdır FY. Son ikisinə. İndi ədədləri yerinə qoyursunuz. Amma mən oxşarlıqda bu terim xoşuma gəlir, deyiliş xoşuma gəlir. Uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti eynidir. Yəni, burada alfanın qarşısında X var. Burada alfanın qarşısında kim var? BK var. Keçirik, burada beta'nın qarşısında AF var. Burada beta'nın qarşısında kim var? Baxın, X var. Onda çarpaz vuranda X kvadratı bərabər olur. AF vurulsun BK'ya. Bitti. İndi kvadratın sahəsini istəyir. Kvadratın da sahəsi tərəfin kvadratıdır. Tərəfin kvadratında necə tapdıq? AF vurulsun KB'dir. Yəni, oxşarlıq yazıca düşməlidir. Belə.